çıxardı. Bu da 7C səsləndirir. 29-da deyir, manqurt əsərinə əsasən doğru fikri müəyyən edin. Jajuanların rəftarı bütün işğalçılara xasdır. Belə məqam yoxdur. Bütün deyə bilmərik. B-də isə mənəvi yaddaşsız olan insan heç nədir? Bu da mənəvi yaddaşsız olan insan heç nədir? Bəli, əsərimiz elə onunla bağlıdır. Manqurt tək bir arzusu olur, vətənə geri dönmək. Xeyr. Hər kəs o öldü, artıq qəbul etmişdi, anası qəbul etməmişdi. Ona görə hər kəs deyə bilmərik. D-ni də ona görə çıxırıq. Naiman ana oğlunun yaddaşının qaydılmasına nail olsa da oğlu tərəfindən öldürülür, yaddaşını qaytara bilmir. Cavab ona görə B bəndidir. 30-da Gün var əsrə bərabər romanına əsasən yanlış fikri seçin. Okubaların gətirdiyi xəbərdən sonra Qazanqapının övladlarına atasının xəstəliyi ilə bağlı xəbər verilir. Xeyr, xəstəliyi ona əvvəlcədən məlumat vermişdi, amma övladları gəlməmişdi. Sabitcan atasının dəfninə gəlsə də Yediciyə görə elə qonaq kimi durub baxacaq. Bu doğru fikirdir. Bizdən yanlış istədiyi üçün elə cavabımız 30-da A bəndi olacaq. Yanlış fikirdir deyirəm, diqqətsizlik eləmişəm. Doğruları axtarırdım çaşıb. Qazanqap ölərkən yanında kimsə olmur. Doğrudur. Dostunun vəsiyyətini yerinə yetirə bilməyən Yedicək onun yanına dəfn olunmağı istəyir. Bu da doğrudur. Dəfnə gedənlər içərisində Cayda Qədilbəy keşik rəisi ilə danışmağı təklif edir. Bəli, bu da doğru fikrimiz idi. Cavab A olacaq. 31-də Gün var əsrə bərabər əsərinə əsasən klasteri tamamlayın. Yaddaşsızlıq, manqurtluq təhlükəsi və ona qarşı mübarizə əsərin əsas ideyasını təşkil edir. Bu doğru fikirdir. Deməli, doğruları seçəcəyik. Baxaq. Ana beytdə problem yaşananda bu mühümmatdır, gerilikdir sözlərlə Sabitcan Ədilbəyə müraciət edir. Bəli. Yediciyin təklifi ilə Qazanqapı ana beyt qəbrisini dəfn edirlər. Ana beytdə dəfn edə bilmirlər. 2 yanlışdır. Həmkarlar Şurasından olması Sabitcanın işlərini həll edən əsas aparıcı qüvvədir. Heç yazığı sayan olmur orada. Ona görə bu da yanlışdır. Yedicək geri qayıdıb qəbristanlıqla bağlı öz fikirlərini çatdırmaq istəsə də alınmır. Bəli, xəyalından keçir, istəyir, qayıtsın, amma qayıda bilmir. Orada səs-küy qopur. Raketlər işə düşür ona görə. A bəndi olacaq. Sonra 6 dənə sualımız qaldı, ona da baxaq. L-Venn diaqramına əsasən doğru fikirləri sayını müəyyən edin. Anamın kitabı və Gün var əsrə bərabər. Baxaq, milli kökdən uzaqlaşmanın acı nəticələri əsərdə öz əksini tapıb. Bu 2 əsərdə də əksini tapıb. Ona görə biri götürməyəcəyik. Yanlışdır. Ortada yazılmalı idi 1. Ailədə nüfuz və söz sahibi olan valideynə qarşı münasibət də öz əksini tapıb. Anamın kitabı və Gün var. Ailədə nüfuz və söz sahibi olan valideynə qarşı münasibət öz əksini tapıb. Xeyr. Əsərdə ali təhsil olmayan, lakin milli dəyərlərə, mənəvi bütövlüyə önəm verən obraz ədibin ifadə etmək istədiyi fikir əsas daşıyıcı. Bu doğrudur. Burada Gülbahardır. Burada isə Yedicək. Gün var əsrə bərabərdə Yedicəkdir. Anamın kitabında Gülbahardır. Bu doğru fikirdir. Əcnəbi dildə danışmağı üstün tutan, doğma dilə xor baxan obraz ilə ədib əsərdə konfliktin müsbət qütbünü canlandırıb. Bu yanlışdır. Müsbət deyil, mənfidir. Əsərin vahid süjet xətti mövcuddur. Həmçinin süjet xəttinə aid əlavələri deyir, yəni remarkalar deyir, yer verilib. Bu yanlışdır. Deməli, 33. Burada cavab bir dənə fikir uyğun oldu. A olacaq. 33-də deyir, Gün var əsrə bərabər romanındakı Yedicək obrazına münasibətdə konfliktin digər tərəfində olan obrazla bağlı. Konfliktin digər tərəfi Sabitcandır. Sabitcanla bağlı fikir. Dəvəsinin adı Boranlı Qaranər idi. Bu Yediciyə aiddir. Kimdir döyülmüş it? Təhqirə dözə bilməyib mübahisə edən burada kürəkəndir. Əyyaş kürəkən. Onun üçün vəfat edən harda dəfn edilməyinin fərqi var idi. Xeyr, fərqi yox idi. Ona görə götür da, yəni cavab ola bilməz. Mövcud problemlə bağlı baş sındırmağın tərəfdarı deyildi. Bəli, tərəfdarı deyildi. O deyir, yəni problem olaraq ana beytin ləğvini Yedicək narahat olur. Ona təklif edir, gəl gedək şəhərə də falan yüksək vəzifələrlə danışaq. Ana beyti qəbirstanı ləğv olmasın. Bu bir tarixdir. O da əsəbləşir, deyir, sən dəsən məni işdən çıxartdırmaq istəyirsən, ona görə cavab D olacaq. Vəsiyyətini də çatdır. Dəfn mərasiminə vəsiyyətini də çatdır. Bu yeni Yedicəyə aiddir. Ona görə cavab D olacaq. Sabitcana aid olan fikir idi. 34-dən davam edək. Cədvəldəki hansı rəqəmlərin yerini dəyişmək olmaz? Sabitcan, mənəvi dəyərlərin düzlüyün qorunub saxlanması üçün mübarizə aparır. Sabitcana aid. Düzlüyün qorunub saxlanması. Sabitcan, estağfurullah. Bu Yedicəyə aid fikirdir. Bu yanlışdır. Ətrafda baş verən hadisələrə münasibətdə öz şəxsi mənafiindən çıxış edir. Bəli,
öz işinə yaradığı müddətcə belə işlərini görməyə başlayır. Milli mənlik şuurundan məhrum deyil, onun daşıyıcısıdır. Milli mənlik şuurundan məhrum deyil, onun daşıyıcısıdır. Bu Yediceyə aiddir. Yedicey deyir, fikrincə ölmüş insan üçün harada dəfn olma heç bir fərqi yoxdur. Xeyr, bu Sabitcana aiddir. Milli mənlik şuurundan məhrum olanlara qəzəb və nifrətlə etirazını bildir. Bu da doğrudur. Cavab elə 2-5 olar. 2-5, hə, C-dədir. Sonra 35 gün var əsrə bərabər əsəri ilə bağlı səbəb-nəticə əlaqəsinin düzgün verildiyi variantları müəyyən edin. Baxaq. Oku bala Qazanqapın ölüm xəbərini gətirir. Bəli, nəticədə Yedice ona deyir ki, mərhum övladlarına məktub göndər. Xeyr, belə bir məqam yoxdur. Qazanqap ölərkən yanında kimsə olmur, sən bir adamın axırına bax düşüncəsinə qapılır, düzdür. Yedice Ədilbəyə təklif edir ki, keşik rəisinə zəng vursun. Keşik rəisi məsələni həll etmək üçün onların yanına gəlir. Məsələni həll etmək üçün. Yedice dəfndən sonra Sabitcanla ana beyt haqqında danışır. Sabitcan xalis manqurt olduğunun qənaətinə gəlir. Bu da doğrudur. Cavabımız 2 ilə 4 olacaq burada. E bəndi olacaq. Sonra gün var əsrə bərabər. Burada 3 daş. Yedice Ədilbəyə təklif etmir. Ədilbəy orada olan qorxucuya təklif edir ki, keşik rəisi gəlsin. Ona görə gəlir keşik rəisi. Ona görə üçü götürməyəcək. İzah vermək yadımdan çıxdı orada. 36-da deyir ki, gün var əsrə bərabər əsərindən verilmiş epizodlardan biri Cuma'əlinin mən gedirəm qəbri qazmağa deməsindən sonra baş verir. Baxaq, elə quru copum var, mən dövlət adamıyam, sən heç adam deyilsən. Bunu Əyyaş Kürəkən deyir. Bu çox əvvəlcə olmuşdu, bizə sonra olan epizod lazımdır. Halal olsun Ədilbəyə, ağıllı başına bu da əvvəlcə olub. Bu biabırçılıqda heç birimiz qurtara dünyasında belə şey olmayıb deyə Yediceyin Sabitcanı xəbərdar etməsi, bu da əvvəlcə idi. Göydəki çalağan bizim Qazanqapla necə vidalaşır seyri. Bəli, bu qəbri qazırlar sonra baş verir, bu bastırılanda. Sonra deyilir bu. Fikir ona görə cavab D olacaq. Sabitcan həmkarı şurasına gəlməsi növbətçiyə bildirim. Bu da əvvəlcə idi. 37. Manqurt əsərində Nayman ana gecəni oğlunun olduğu yaxın yerlərdə çölk keçirsə də oğlunun yanına qayıtmağa niyə ürək eləmirdi? Çünki qorxur ki, onun yanında birdən janjanlar olmuş olar. Düşmənin gecə onun yanında qalmağından qorxurdu. Bəli, cavabımız E olacaq. Kitab cümləsi də əzbərdir. Oğlunun o xəstəliyə yetirəcəyindən qorxurdu. Xeyr. Gündüz getsə də oğlunun onu tanıyacağını, gezi getsə də tanımayacağını düşünürdü. Bu da xeyr. Ona görə kitab cümləsi də əzbərçi fikir olduğu üçün birbaşa cavabı söyləyirəm. E-dir. Heç nə məndən bu qədər. Ümid eləyirəm işinizə yarayar. Sağ